Salamlar, vaxtınız xeyir olsun. Mən Əkinəs Ozadə YouTube kanalıma xoş gəlmisiniz. Bugün sizinlə danışacağımız mövzunu istəyirəm keçim kompüterin qarşısına, elə oradan danışmağa başlayayım. Təkrardan salamlar. Mövzumuz Amazondan məhsul tapılmasıdır. Sadəcə belə DM qutuma gələn 50 mesajda qeyd olunan bu suallar var idi ki, Amazondan məhsul tapırıq, məhsul qazanclı olmur və ya ümumiyyətlə tapa bilmirik. Amazonda qazanc buraxan məhsullar yoxdur. Elə indi sizlə danışa-danışa məhsulu elə bir yerdə tapacağıq. Yəni konkret olaraq sıfır hazırlaşmada. Əvvəlki satıcılarıma da toxunmayacağam. Sizlə sıfırdan məhsul tapacağam. Ümumiyyətlə Amazon necə düzgün istifadə etmək lazımdır, onu göstərəcəm və bununla bir yerdə sizə düzgün Amazondan eBay məhsulu necə tapmaq olar, onu göstərəcəm. Getdik. Bizim burada bir demo hesabımız olacaq eBay-də. Ondan istifadə edəcəyik sizə bu məsələləri danışmaq üçün. Burada görürsüz, hətta mənim əvvəllər baxdığım məhsullar var. Bundan da əlavə məhsullar var, amma mənim hətta watchlistimdə olan məhsullar da var, amma heç birinə toxunmayacağıq. Sıfırdan gəlirəm Amazona. Hamının bildiyi və ən çox istifadə olunan metodlardan birini istifadə edəcəm. Əvvəl Amazon hesabıma giriş eləyim. Amazona gəldikdən sonra birinci bu hissənin Amerikalı bir adres olması üçün bura gördüyünüz zip kodu yaza bilərsiniz. Bu Miami, Florida'nın zip kodudur. Bunu qeyd etdikdən sonra artıq sizin məhsullarınızın Azərbaycana yox, Amerikaya göndərilməsi görsənəcək və buna görə də istədiyimiz sektorda məhsul tapa biləcəyik. Gəlin, elə yay sezonu gəldiyi üçün, hal-hazırda videonu çəkdiyimiz vaxtda isti havalar yaxınlaşdığı üçün ona uyğun bir nişdə axtarış edək. Məsələn, Big Essential. Çimərlikdə istifadə oluna biləcək məhsullara baxıram və bunların arasından birini götürəcəm əslində. Lakin bunu satmaq üçün götürməyəcəm. Amazonu tədarükçü kimi istifadə edən eBay dropshipperlarını tapmaq üçün götürəcəm. Onların aktiv məhsullarını tapmaq üçün götürəcəm. Bu istiqamətdə göstərəcəm. Baxın, gördüyünüz bu məhsullar Prime məhsullarıdır. Bunlar həqiqətən də çox yaxşı satış edən məhsullar. Yəni də onlardan birini baxaq. Gəldim elə birbaşa buradan adult hissəsinə qədər olan yazdı. Kopyalayıram, gətirib eBay-də yapışdırıram. Baxın, məhsulumun birə-bir eynisi çıxdı artıq. Birə-bir eynisi. 23 dollaradır, 38 dollaradır, 60 dollaradır, 35 dollaradır. Düzdür, bunlar satış verməyib bu satıcılara. Sponsor edilər keçəndən sonra aşağıda artıq bu məhsulun potensial satıcılarını görürəm və görüm heç satan varmı? Yox. Satan yoxdur. Rəqabət olan bir məhsuldur. Məhsulun satılıb satılmaması maraqlı deyil. Mənə bu hissə maraqlıdır. Adı mütəzənçinə feedback. Buradan baxıram məhsulun neçədir? 23 dollaradır. Əgər bir 23 dollar olan məhsul bu satıcı 33 dollara paylaşsa, bu satışdan minimum o satıcı 6 dollar, 7 dollar arası bir qazanc əldə edir. Və bunun kimi bir məhsuldan 23 dollar mayaq götürərək 6 dollarlıq bir qazanc qoyursa, böyük ehtimal digər məhsullarında da bu belə olacaq. Lakin ehtimalları qoyub qırağa konkret datalarla danışmaq üçün bu məhsula girib baxacağıq. Bu daha doğrusu satıcıya girib baxacaq. Digər məhsullarına girib baxacaq. Biraz xəstəyəm. Ona görə əgər səsimdə bir problem olarsa üzr istəyirəm. Girdim Billion Store. Billion Store'a klikləyirəm, keçirəm mağazasına. Robot testini tamamladıqdan sonra gəlirəm About hissəsinə. About hissəsində mağazanın 2025-də açılan bir Türkiyə satıcıya aid olduğunu gördüm. Billion Store. Mağaza böyük ehtimal dropshipperdir. Böyük ehtimalla dropshipperdir. Nə edirəm? Shop hissəsinə daxil oluram, aşağı gedirəm və CEO klikləyirəm. CEO kliklədikdən sonra görürəm ki, artıq bunun 120-də satdığı, 31-də satdığı, 15-də satdığı belə məhsullar var, 89-da satdığı. İndi nə edəcəm? Bunları baxacağam məsələn. 89-da satılan bu məhsula baxaq. 13 dollardır. Məhsul 13.24-də satılır, 89-da satılıb. Yəni açıqlamasına baxdıqda artıq mən əminliklə deyə bilərəm ki, bu məhsul Amazon məhsuludur. Gəlim hətta Amazonu bağlayım. Kopyala, yapışdır. Ən başda gəldi. Məhsulun maya dəyəri 7 dollardır. Gördünüz? Amma ki, burada xüsusi spesifikasiyalar. Baxın, 7 dollar olandan 10 dollar olan fərqidir. 25 parçalı sarı setdir bu. Bu isə 26 parçalı qara setdir. Bizim satdığımız satıcının için neçə parçalıdır? Number of piece 25. Gördünüz? Məhsulun qiyməti nə qədərdir? 13 dollar 24 sent satış qiymətidir. 7 dollar isə alış qiymətidir. Bir dəqiqə indi gəlin bu məsələni aydınlaşdırım. İndi mən bu məhsulu 7 dollara alacağam deyirəm. Mənə satıcılar gəlib deyirlər ki, ay qardaş, sən nə danışırsan? Bunun vergisi var, osu var, busu var. Dostum, Prime membership-liyə alacağam mən. Amazon hesabım 100% mən Prime membership-liyə olacaq. Plus da ki, Amazon hesabımı istifadə edərkən mən vergilərdən azad eləmiş olacağam həmin hesabı. Həmin hesabı vergilərdən azad etməyimin də səbəbi mənim Amazonda rəsmi olaraq satıcı olduğumu sübut edə bilməyimdir. Bunu da sübut etdikdən sonra Amerika qaydalarına görə, əgər sən bir məhsulu almırsan, satırsansa, o məhsul görə vergi ödəməyinə ehtiyac yoxdur. Və buna görə də mən Amazon Prime-də çatdırılmanı 0 dollar eləyəcəm və satıcı olduğumu da Amazon sübut edərək bu xərcimdəki extra estimated tax to be collected-ı yenə 0 dollar eləyəcəm.
eləyəcəm və məhsul mənə tərtəmiz 7 dollara gəlib çatmış olacaq. 7 dollara gəlib çatacaq olan bu məhsul mən bu satıcı kimi 13.24-ə satsam, bir satışdan 4 dollar 29 sent qazanc əldə edəcəm. Hətta gəlin 13.24-ə satmayaq, rəqabət yaratmaq üçün 12.99 qoyaq qiyməti. Yenə 4 dollarlıq bir qazanc əldə etmiş olacağam. Sadəcə bir məhsuldan elə ilk səfərimdən 4 dollar qazanc verən, hətta maya dəyəri də çox yüksək olmayan bir məhsul tapdım. Bu mənim üçün yaxşı bir məhsuldur. 7 dollar bir məhsula masraf çəkib ondan 4 dollar qazanmaq eBay dropshipping üçün yaxşı bir nəticədir. Sən o məhsula 70 dollar maya ayırdıqda, sən onun geri dönüşü 40 dollar, yəni 110 dollar olacaq və bunun kimi satışlar elədikdə də sənin qazancın mayanın dəyərini yüksəldikcə, sən daha yüksək dövriyyə eləyə biləcəksən. Bu günləri sənin əgər əlində 100 dollara kimi bir sərmayen varsa, sən durub bir dənə məhsul paylaşıb, onun da maya dəyəri 100 dollar olan paylaşsan, çünki o 100 dollarlıq məhsulun üstünə sən maksimum 20-30 dollar qazanc qoya bilərsən. Və 100 dolları bir var ki 120 dollara çevirəsən, bir də var ki 70 dolları 110 dollara çevirəsən. Ona görə məsləhətim elə ucuz maya dəyərinə sahib olub, elə aşağı qazanc verən, əlbəttə ki 3 dollardan aşağı olmaq şərti ilə və maya dəyəri 7 dollar 10 dollara kimi olan məhsullar seçməyin ən yaxşı seçim olacaq sənin başlanğıc üçün. Gördüyünüz bu məhsulla başlayan araşdırma ilə də bu məhsulun nə qədər satıldığını bu ay ərzində baxmaq üçün görürəm ki, hal-hazırda məhsulun ən çox satış edənsə bizim dostumuzdur elə. Demək olar ki, yarıdan çoxunu o satıb. Məhsul sadəcə iyunun 10, yəni 2 gün əvvəl bir ədəd satılıb, 3 gün əvvəl bir ədəd satılıb, 4 gün əvvəl bir ədəd satılıb. Bundan ardasa 13-14 gün əvvəl 4 ədəd satılıb. Yəni hal-hazırda son 30 gündə bu məhsul aktiv olaraq yaxşı bir satış əldə edib. Hətta 11 dollar 51 sent ortalama satış qiymətidir. Gəlin 11 dollar 51 sentin qazancına baxaq hələ. 2 dollar 78 sent. Gəlin bunu 11 dollar 99 sent eləyək. 3 dollar 20 sent. Yenə bu məhsul qazanclılığı yaxşı olan bir məhsuldur. Kar marjası 26.7-dir. Bizim minimal kar marjamız 22.5-dir və bu bizim minimalın üstündədir və ortalamamız 25-dir, maksimumumuz 30-dur və bunlardan yaxşı nəticə qazandıra biləcək bir məhsuldur. Əlbəttə ki, bu kar marjaları başlanğıc səviyyəsində olan bir mağaza üçün nəzərdə tutulur. Gördün, sadəcə ilk məhsul ondan belə necə uğurlu bir Amazondan tədarükçü kimi istifadə edə biləcəyim məhsul tapa biləcəyimi gördüm. Nə edirəm? Bu məhsulu watchlist edirəm. Eyni qaydada daxil oluram bu satıcının mağazasına. Satıcını da save seller eləyirəm ki, gələn səfər bu satıcının məhsullarına daxil olub məhsullarını götürə bilim. Daha da uzun danışmağıma ehtiyac var. Daha da geniş bir şey deməyimə ehtiyac var. İlk məhsulumuzdan tapdıq gördünüz ki. Yəni istəyirsinizsə hətta gəlin bir dənə də sürətli bir şəkildə məhsul tapım sizin üçün. Yenə eyni şey eləyəcəm ha. Heç başqa metoda girməyəcəm. Qəliz analiz metodları danışmayacağam. Ən sadə manuel metod deyəcəm. Bayaqları yaza aid olan bir şey danışdıq. İndi gəlin daha niş bir sektordan danışaq. Məsələn olsun gitar. Gitar bildiyim ən niş sektordur. Yəni burada dropshipper tapmaq ən çətin məsələlərdən biridir. Amma mən gitar baxanda sırf gitarı satmış olmayacağam. Gitarın gadgetləri olur, bəzi alət əlavatları olur. Onları da sata bilərəm. Məsələn bax görürsən burada uşaq üçün olan bir gitar var. Yeni qaydada daxil oldum. Ukulele kopyalayıram adını. Daxil oluram eBay-də, yapışdırdım və rəqiblərimi gördüm artıq. Popularity sortum açıqdır yoxsa? Popularity sort nədir? Popularity sort eBay-də sizin ən çox satılanları ən üst sıradan ən aşağıya doğru sıralayan bir extensiondur. Necə əlavə edə bilərsiniz? eBay Popularity sort extension. Bax görürsünüz elə gəldi. Klikləyirsiniz, Google Chrome'un web store var. Daxil olursunuz. Bu Popularity sortu seçsəniz də olar, bunu da seçsəniz olar. İkisi də eyni xidmətdir. Sadəcə bunun 3.7 feedback var. Bunun isə daha çox olmalıdır səfərlərimizə. Bəli. Bunun isə 4 var. Bu daha yaxşıdır. Həm də mən də aktiv olaraq bundan istifadə edirəm və yaxşı nəticə verir. Ukuleleni seçdikdən sonra gəldi gördüm rəqiblərim var. Baxın 10 dollarlıq maya dəyəri olan bir məhsula burada 16 dollar, 21 dollar, 22 dollar qiymət qoyanlar var. Amma ki mənə satan biriləri lazımdır ki, həmin aktiv elanını görə bilim. Baxın burada deyəsən satılıb. Bax 3 ədəd satıb. 14 dollara satıb 2400 feedbacki var. Gəl görək bu satıcı kimdir? About hissəsinə daxil Bosniya Hersegovina. Bu da böyük ehtimalla dropshipper ola bilər, lakin yenə ehtimal qoyuram qırağa. Dəqiq analizlərə baxmaq üçün daxil gəlirəm ən aşağıya. SEO klikləyirəm və görürəm ki, burada ən yuxarıda satılan kəmər var. Bunun nə olduğunu bilmirəm. Belə məhsullar var satılıb. Gəlin elə ən çox satılan kəmərə baxaq. Kəmər 1907-ci ilə aid dəri kəmər. Adını kopyalamıram. Məhsul əlindən çəkilmiş məhsul oxşuyur. Yəni dropshipper olmaya bilər. Daxil oluram. Açıqlamasını da özü yazmış oxşuyur. Bu dropshipper olmayacaq böyük ehtimalla. Çox vaxt itirmirəm. Gördünüz, bu dəfə alınmadı eyni sürətdə. Daxil oluram, geri qayıdıram satıcılara. Burada görürəm ki, bir satım daha var. 2 satış edib 17 dollardır. Model Stripe. Satıcı görüm kimdir? About hissəsinə gəlirəm. Baxıram, Amerikalı 2022-ci ildən satış edən bir satıcıdır. Amerikalı olub da bunun dropshipper olmama ehtimalı mümkündür.
CEO'la klikledikdə bunun deyəsən 8691 aktiv elanının olduğunu görürəm. Search all 8691 gördüyünüz kimi. Gəlin populyar sortdan açaq bağlayaq. Görək bunun satdığı ən çox məhsul. Burada 17 dollara lazer, linza təmizləyənlər, başqa qeyri-adi məhsullar. Görəyin yaxınlarda bu adam nə satıb. Gəlirəm sold itemsə klikləyirəm. Sold itemsə kliklədikdən sonra iyunun 11, yəni dünənlər bu məhsuldan bir də bundan satıb, bundan satıb. Görək bu məhsuldan satıb. İndi out of stockdur bəs bu. Bu da out of stockdur. Bundan 3 ədəd satıb, son bir gündə də 1 ədəd satıb. Gəlin görək bu məhsul dropshipping Amazon məhsuldurmu? Bənzəyir tam olaraq yox, lakin bənzəyir Amazon məhsuluna. Açıqlamasını kopyalayıram. Gəlirəm Amazona, yapışdırıram və yox, məhsul Amazon məhsuluna oxşamır. Amma ola da bilər. Buradan görürsüz mənə Hindistana atdı. Nə edirəm? Gəlirəm buradan Amazon ini eləyirəm.com. Axtarıram. Məhsulum 14 dollardır. Burada satış qiyməti nə qədərdir? 20 dollar. Yəni indi burada bir dənə də məsələ var. Məsələn baxın, 13.29 satış qiymətidir. İyunun 17-sinə 22-sinə kimi çatdırılma müddətdir. Çatdırılma müddəti uzundur, məhsulun qazanclılığı aşağıdır. 13.29-u alır, 19.99-a satır. Baxaq görək nə qədər qazanc əldə eləyir. 19.99-u satır. Məhsulun biri satışından qaldığı qazanc 389 idi. Mayəsi nə qədərdir? 13 dollar 29 sent. Bayaqki məhsul xatırınıza 7 dollara alırdıq, o məhsuldan da eyni dərəcədə qazanclıq əldə edirdik. Bir var ki, 13 dollar verib 4 dollar qazansan, bir də var 7 dollar verib 4 dollar qazansan. Əlbəttə ki, 7 dollar verib qazandığın daha qazanclı olur. Ona görə mənim sizə tövsiyəm aşağı maya dəyərinə sahib olub sizə daha yaxşı qazanc verən məhsullara fokuslanmağınızdır. Və gördüyünüz kimi yenə də bir nümunə ilə Amazondan satılan bir məhsul qazanclığa sahib olan bir məhsul tapdıq. İndi bu məsələ var burada. Gördüyünüz bu satıcı az qazanc əldə edir. 13 dollara bir yatırımdan 3 dollar 89 sent qazanc edir. 19.5 kar marjası var. Bu istədiyimiz bir rəqəm deyil. 99% bu satıcının digər məhsulları da eyni qazanclığa sahib olacaq. Yəni aşağı. Gəlin yoxlamaq üçün ehtimalından danışıram. Çünki belə şeyləri çox görmüşəm, amma istəyirəm sizə konkret iş göstərim. Çünki sizə konkret iş göstərməyib ehtimalla danışan böyük ehtimalla sosial mediadakı insanları çox görmüsünüz. Baxın bu məhsul 2 ədəd satılıb. Məhsul böyük ehtimalla yenə Amazon tədarükçüsünə aid olacaq. Açıqlamasını kopyalayıram. Gəlirəm Amazonda yapışdırıram. Məhsulu ən üstdə gördüm. Alış qiymətidir, satış qiyməti 19.99. Görürsünüz məhsulumuz birə-bir eynidir. Yəni 12 dollar alıb bir məhsuldan 19.99 qazanc əldə etmək 5 dollar 18 sent. Yenə bu 25.9 qazanclığa sahibdir. Hətta bir dəqiqə bu məhsul Prime məhsuldur. Fast and free shippingdir. Bu məhsul cəhənnəm biraz daha yaxşı qazanclığa sahibdir digərinə nisbətən. Amma belə baxdıqda yenə aşağıdır. 25.9% kar marjasına sahibdir. Əslində normaldır. Yəni ortalama bu satıcının məhsulları bu şəkildə qazanclığa sahib olacaq. 12 dollara, 13 dollara maya dəyəri olan məhsullardan qazanclıq 3 dollar, 4 dollar, 5 dollar şəklində olacaq. Bayaqki satıcıda isə qazanclıq eyni qaydada o satıcıdakı kimi olacaq. Yəni ki, 7 qoyasınız, 4 götürəsiniz. Bu da ki, %20-nin, %30-un üzərində bir kar marjasını gətirib çıxardır ki, bu da yaxşıdır. Həm də ki, bayaqki satıcının 4000-dən çox feedback var idi, bunun isə 3055 feedback var. Lakin bu satıcını save seller eləyəcəm. Ümumi olaraq sizinlə birlikdə danışa-danışa 2 dənə save seller elədim. Yəni 2 dənə dropshipper tapdım sırf Amazon tədarükçüsü kimi istifadə edən, həm də ki, yaxşı qazanclığa, orta qazanclığa sahib olan məhsullar, elanlar yaradan. Gördünüz tam olaraq Amazonlar məhsul elanı necə olur? Gördünüzsə, məsələ bu qədər sadə idi. Bundan sonra da mənim DM qutuma yazsanız ki, Amazondan necə qazanclı məhsullar tapırsınız, onda sizə bu videonu göndərəcəm. Çox sağ olun bu videonu da izlədiyiniz üçün. Hər hansısa bir suallarınızla bağlı aşağıda qeyd etdiyim Instagram profilimdən də suallar yaza bilərsiniz. Şərhlər bölməsindən də suallar yaza bilərsiniz. Bu video xüsusi bir istək üzərinə hazırlandığı üçün hər birinizdən şərh yazmasını və like atmasını xahiş edirəm. Əgər bəyəndinizsə, əgər bəyənmədinizsə də yenə şərh atın, mən sizə daha yaxşı konseptlərdə video dərslər hazırlayım. Bundan da əlavə olaraq sizinlə paylaşmaq istədiyim çox qəşəng bir yenilik var. Bizim hal-hazırda Active School community'miz var. Həmin community'də biz bütün bu məsələləri xırdalığına qədər, bütün detaylarına qədər, biz Amazon bayaqları Amerikada necə satıcı olaraq özümüz subtil vergilərdən azad olduğumuzu, Prime nə vaxt istifadə etdiyimizi, bunun kimi yüzlərlə məsələni qeyd etdiyimiz video dərslər var. Bu video dərsləri Classroom bölməsindən, bu hissədən paylaşıb bütün tələbələrimizə aktiv bir şəkildə göstəririk. Bundan da əlavə olaraq bizim community bölməmiz var ki, həmin bu bölmədə istifadə edərək bütün suallarınızı aktiv bir şəkildə verərək, gördüyünüz kimi bizim dəstək xəttimizdəki komanda yoldaşları tərəfindən suallarınıza sürətli və 7/24 bir şəkildə cavab tapa bilirsiniz. Hətta burada verdiyiniz suallar
suallardan da əlavə olaraq birbaşa video dərslərinin içərisində olan dəstək xəttimizə də yazaraq bütün suallarınızı verə bilirsiniz. Eyni zamanda bizim AI mentorumuz var, Dora. Ona da 7/24 əl çatanlığınız olduğu üçün orada da bütün suallarınıza dəstək alıb köməkləşə bilirsiniz. Bu şəkildə biz tam olaraq e-ticarətə sıfırdan necə başlayıb 14 günlük ilk satışlarınızı ala biləcəyinizi öyrətdiyimiz detallı bir video formatla, həm də community formatında dəstəkləşib, köməkləşib işə sürətli başlamağınıza kömək eləyəcək məlumatların bir yerdə toplandığı bir video təlim kursu hazırlamışıq. Bu kursa qatılmaq çox sadədir. Aşağıdan link qeyd etmişəm. Həmin linkdən daxil olaraq ətraflı məlumat ala, hətta məlumat aldıqdan sonra birbaşa yerindəcə qeydiyyatınızı tamamlayıb video dərslərə və təlimlərimizə, komandamıza daxil ola bilirsiniz. Arxa planda 12 nəfərlik bir komanda var və onların yarısı ilə sadəcə sizin dəstək xəttinizdədirlər ki, aktiv olaraq siz sürətli bir köməklik göstərə bilsinlər. Qeydiyyatınızı tamamladıqdan 24 saat sonra siz kanala əlavə olunursunuz və eyni zamanda bu məsələ ilə bağlı hər hansı bir sualınız və çətinliyiniz varsa, aşağıdakı linkə daxil olaraq birbaşa WhatsApp xəttimizə keçib bütün suallarınızı verə bilirsiniz. Ümid edirəm bu video sizin üçün kifayət qədər məlumatlandırıcı və faydalı oldu. Növbəti videonun nə haqqında olmaq istədiyinizi istəyirsinizsə, şərhlər bölməsində qeyd eləyin. Mən sizə ona uyğun video dərslər hazırlayım. Sağ olun, salamat qalın.